Müasir adamın ən böyük problemi odur ki, o bilmir ki, o bir tara bənzəyir. Mən məsələn tar çalmışam da. Tar Həqiqi? çox, tar çalınmamışam. Sizdə hər şey var. Hə. Tar çox kaprizli bir alətdir. Hı. Həmən məsəl üçün çölə çıxartdın, gəldin içəriyə, kökdən düşür. Aha. Pianino belədir ki, həmişə evdədir. Orada da temperatur müəyyən qalır. Bir dəfə kökləyirsən, 6 ay gedir, nə bilim 1 il gedir. Amma tar çıxdın çölə, gəldin, bir də kökləməlisən. Otağın havası dəyişdi, bir də kökləməlisən. Simlər kökdən düşür. Elə qalanda da kökdən düşür. Sonra başa düşdüm ki, insanlar da elə köklərini itirirlər. Köksüz yaşayırlar. Bax, ibadət və namaz, Quran oxumaq adamı kökləyir. Quran oxuyursan, o ayələrlə özünü həqiqətə kökləyirsən və həqiqət kökündə gəzirsən o biri namazına qədər. Namaz da nə? Namazın canı Quran oxumaqdır. O biri namazına qədər kökün düşür, bir də təzdən kökləyirsən özünü. Həmişə kökdə qalmaq səni pis əməllərdən, axmaq işlərdən qoruyur. Müasir adam kökdən düşür, kökdən düşmüş musiqi aləti kimi. Elə də yaşayır. Duymur. Əməllərinin, sözlərinin, hərəkətlərinin falş olduğunu duymur. Xaric olduğunu duymur. Xaric hərəkət edir. Ədalətsizlik nədir? Xaric səslər çıxaran alətdir. Zülm eləyir, xəbəri də yoxdur ki, zülm eləyir. Qarşısındakini incidir. Köklü alətin səsini bilmir. Məsələn, sən köksüz çalmağa alışırsansa, sən artıq səndə feedback yoxdur da. Sən sadəcə olaraq barmaqların yerini qoyursan, amma səslər o deyil.